şeytana de. Həzrət Peyğəmbər salavatullah buyurur. Sənin düşmənlərin cinlərdən olan iblis və onun ordusudur. Əgər yanına gəlib desə ki, övladın öldü, öz-özünədir, canlılar ölmək üçün yaradılmışdır. Əgər desə ki, mal-dövlətin əldən getdi, de, həmd olsun o Allaha ki, həm verir, həm də alır, malımın zəkatını, yəni təmizliyini məndən qəbul etdi. Əgər desə ki, insanlar sənə zülm edir, sən isə onlara zülm etmirsən, de, qiyamət günü zülm edənlər çətinlikdə, yəni giriftar olacaqlar. Əgər desə, nə qədər çox salih əməl edirsən, de, mənim günahlarım yaxşılıqlarımdan daha çoxdur. Desə, nə qədər çox namaz qılırsan, de, mənim qəflətim namazlarımdan daha çoxdur. Desə, nə qədər çox bəxşiş, yəni sədəqə verirsən, de, aldıqlarım verdiklərimdən qat-qat çoxdur. Əgər desə, sənə nə qədər çox pislik edirlər, de, mən özümə və başqalarına daha çox pislik etmişəm. Əgər desə, Allah üçün nə qədər çox iş görürsən, de, nə qədər çox günahlar etmişəm.